Təbii ki, Azərbaycana. Azərbaycan yoxdur amma. Yoxdur dünya çempionatında. İnşallah düşərik də dəftərə. Bəs olanlar arasında kimi dəstədir? Türkiyə var, Argentina var, Portuqaliya var. Təbii ki, biz qardaş ölkəni seçərdik. Türkiyəni, Portuqaliya ilə Argentina gözəldir. Çünki Azərbaycanın bu dəqiqə yarıdan çoxu bilənlər də yaxşı bilir ki, yaxşı oğulları bu dəqiqə heç demək olar ki, az qalıb Bakıda. Yaxşıları bu dəqiqə xarici ölkə. Təbii ki, xarici ölkəni seçərdim. Argentinanı ya Portuqaliyanı, yəqin ki, Portuqaliya olardı. Çünki Portuqaliya həm futbolda da gözəl qabaqda öndədir. Ronaldo, Messi, zat, o birisi, bu birisi. Hə, yəni ona görə də uşağım da biraz məşqlə, zatla əlaqədar zəhmətkeş arvadam da, getdik də, elədik də, xoşum gəlməsə də bir topun dalınca 50 kişi şortikdə qaçsa da. Özüm şortik giyinib arada iş gücə çörək qazanmağa qaçıram. Ona görə də şəxsən elə bu şeyə görə də deyərdim ki, elə qoy Portuqaliya qabaqda olsun həmişə.